Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Əziz və möhtərəm müsəlman bacı və qardaşlarım, sual-cavab layihəsinə davam edirik Allahın izni ilə. Allahdan istəyirəm ki, bu layihəni xeyirli və bərəkətli etsin və dinləyicilər üçün faydalı etsin. Suallara keçməmişdən qabaq qardaşlar, kim kanala abunə olmayıbsa, abunə olsun və paylaşılan dərsləri qardaşlara özləri də paylaşsınlar, bəyənsinlər ki, bu bizim bu dəvətin artmasında, daha çox insana çatmasında çox böyük səbəbi var, çox böyük rolu var. 593 nömrəli sualda qardaş soruşur ki, insan tövbə edib, amma həmin günah yadına düşəndə peşman olmur. Sadəcə həmin günahı bir də etmir, qarşısına həmin günah çıxır, özünə xatırlatır ki, tövbə etmirsən. Bu tövbə sayılırmı? Qardaş, peşmançılıq hiss eləmirsə, onun tövbəsində xələl var, yenidən tövbə etsin. Çünki tövbənin şərtləri var. Tövbənin şərtlərindən birincisi ixlas olmalıdır tövbəsində. İkincisi, o peşmançılığı çəkməlidir. Mütləq peşman olmalıdır həmən əməlindən. Peşmançılıq yoxdursa, onun tövbəsi qəbul deyil. Üçüncüsü, həmin günahdan uzaqlaşmalıdır. Hətta bu uzaqlaşmaq o yeri tərk etməklə olsa belə uzaqlaşmalıdır. Üçüncüsü, həmin günaha qayıtmamağa əzmkar olmalıdır. Necə ki, deyir ki, tövbəni özünə xatırlatır. Bu əzmkarlıqdır. Sadəcə bunda peşmançılıq yoxdur. Beşincisi, ölüm anından qabaq tövbə eləməlidir. Bir də əlavə bir şərt də var ki, o, yəni qul haqqını ödəməlidir mütləq, tövbə etsə belə. Kiminsə haqqına giribsə, onu ödəməlidir, ondan sonra tövbə eləməlidir. Yəni, ona görə də bu şərtlər olmadıqca tövbə sayılmaz. O peşmançılıq mütləq olmalıdır. Yoxsa yenidən tövbə etsin, həmin günaha peşmançılıq hissi keçirib tövbə etsin, nasuh tövbə etsin. Allah Subhanahu da nasuh tövbə edənlərin tövbəsini qəbul edər və Allah Subhanahu tövbə edənləri sevir. Necə ki, Allah Subhanahu Quran-Kərimdə bu barədə bizə xəbər vermişdir. Daha doğrusu Allah bilir. 594-cü sualda qardaş soruşur ki, ərəb dilini tam öyrənmədiyim halda başqasına öyrədə bilərəmmi? Qardaş, ərəb dili özünün öyrənməsi üçün edirsənsə, yəni bir-iki nəfərə və yaxud bir nəfərə öyrətsən, öyrətməkdə problem yoxdur. Yəni, başqa insanlar, çoxlu insanları yığıb öyrətmə ki, yəni sən hələ təzəsən, sənin səhvlərin çox ola bilər, çox insan da sənin səhvindən o ərəb dilini səhv öyrənməsin. Ona görə də yəni, bir nəfəri öyrətmək üçün, özün öyrənmək üçün öyrətə bilərsən. O da yaxınlarından, alimdən, kimdən olsa ki, sənin səhvindən onlar da səhv eləməsinlər. Amma ümumi olaraq topluma xeyr öyrədə bilməzsən. Özün üçün yaxınları var, öyrədə bilərsən ki, insan çünki öyrətdikcə özü də öyrənir. Daha doğrusunu Allah bilir. 595 nömrəli sualda qardaş soruşur ki, namazdan sonra olunan bu duanın mənası nədir? Buyurur ki, Allahümmə la mani'a limə a'taytə və mə mu'tiyə limə məna'tə və la yənfa'ətəl cədd minkəl cədd. Allahım sənin verdiyinə mani olacaq, sənin mani olduğuna verəcək bir şəxs yoxdur. Heç bir hörmət sahibinə sənin yanında hörməti fayda verməz. Bunun təfsirini soruşur. Yəni burada sənin verdiyinə mani olacaq. Yəni Allah Subhanahu bir kəsə bir xeyir yazıbsa, ona heç kəs mani ola bilməz. Və yaxud bir kəsə onu yazmayıbsa, heç kəs o xeyri ona verə bilməz. Necə ki, deyirlər ki, nasibuka yusibuka vələv kənə belən cəbəlləyin və mə lə nasibuka lə yusibuka vələv kənə belən şəfətəyin. Sənin nəsibin dağların arasında olsa belə sənə gələcəkdir. Sənin nəsibin olmayan dodaqların arasında olsa belə sənə gəlməyəcək. Sənin olmayacaq. Nə qədər insanlar var ki, loxmanı yemək istəyiblər, udmamış dünyasını dəyişiblər. Onu yeyə bilməyiblər. Onun nəsibi deyildi. Nə qədər də insanlar olub ki, gözləmədiyi yerdən Allah onların ruzisi verib. Ona görə də burada məqsəd, yəni Allahın sənə mane olubsa bir xeyrin gəlməsinə, onu heç kəs sənə verə bilməz. Və yaxud veribsə, onu heç kəs qarşısına ala bilməz. Heç bir sahiblər sənin yanında hörməti fayda verməz sözünün mənası isə, yəni nə qədər hörmət sahibi olursan ol, sənin əməlin olmasa sənə fayda verməyəcək. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, ey Abbas, ey əmim Abbas, əməllər et, xeyr əməllər et, həqiqətən mən sənə qiyamət günü fayda verə bilməyəcəm. Eləcə də deyir ki, ey qızım Fatimə,
əməllər et, qiyamət günü mən sənə fayda verə bilməyəcəm. Yəni insana qalan qohumluq bağı ilə, hətta peyğəmbərə qohum olsa belə, o qohumluq bağı və yaxud hansısa şərəfi, hansısa hörməti ona bir fayda verməyəcək. Əsas ona fayda verən etdiyi əməlləri olacaq. Bunun mənası budur. Eləcə də başqa duasını deyir ki, bizi yedizdirən, içirdən qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun. Neçə şəxslər vardır ki, onların nə bir qoruyanı, nə də bir sığınacaq verəni var. Deyir, burada neçə şəxslər, kimlər nəzərdə tutulur? Yəni, ümumi şəxslərdən gedir söhbət. Yəni, o şəxslər ki, onların kədəri artıb, ehtiyacları artıb, düşmənləri artıb, onlara rəhm edən, yumuşaqlıq edən yoxdur, onların sığınacaq bir yeri yoxdur. Yəni, bunları misal getirir ki, yəni, o qədər elə insanlar var, amma Allaha həmd olsun ki, Allah bizi yedirib, içirib, bizə sığınacaq verib. Yəni, bizim sıxıntılarımızı aradan artırıb. Bunun mənası budur. Daha doğrusu Allah bilir. 596 nömrəli sualda qardaş soruşur ki, günahkar müsəlmanları bəhanə edənlərə nə nəsihət edərdiniz? Yəni, görürsən, bəzən çoxlu insan olur, görürsən, möminlərdə, ibadət edənlərdə səhv axtarır. Gördükdə namaz qılanları filan əməl edir, gördükdə namaz qılanları peşman əməl edir. Ay qardaş, namaz qılanların o pis əməl eləyənlər neçə qismdir, nə qədər insandır? Barmaqla sayılacaq qədərdir. Amma namaz qılmayanlar da gör nə qədərdir pis əməl eləyənlər. Deməli, söhbət orada namaz qılandan söhbət getmir. İnsan pisdir, o namazını düzgün qılmır deyə pisdir. Düzgün namaz qılan pis əməl eləyə bilməz. Çünki namaz qıldıqca Uca Allah Quran-Kərimdə buyurur ki, İnna salate tenha anil fahşa vel munkar. Namaz insanlar pis və münker işlərdən çəkindirir, uzaqlaşdırır. Namaz qıldıqca insan təmizlənir. Gözəl əməllər eləyir, xeyir əməllər eləyir. O namaz qılan isə, pis əməl eləyən isə ona baxma. Sən İslamın özünə bax. Sən dinin özünə bax. Necə gözəl dinimiz var. O pisdir, sən gəl namaz qıl, sən ibrət ol. Sən gözəl əməl elə. Qoy o pis olsun. Sən nümunə ol insanlara. Və insanların o boyda əməllərin puça atma, çölə atma. Nə qədər xeyir əməllər görür namaz qılanlar, insanlara yardımlar eləyir, xeyir işlər görür, insanlarla gözəl davranır, gözəl əxlaqını göstərir. Bir dənə hansındasa bir dənə pis əməl görüb, onu bayraq eləyir əlində. Bəs o boyda yaxşılıqları unutdun, o boyda xeyir əməlləri unutdun. Demirik biz övliya yox, namaz qılanlar övliyadır. Sadəcə namaz qılanlar çalışır Allahın razılığını qazanmağa. Allahın razılığını qazanmaq üçün də olan yollar İnsanları yaxşı etməkdir, xeyir əməllər görməkdir. Hamısı insanlara fayda verən işlərdir. Namaz qılanlarda pis əməl görə bilməzsən. Görsən belə onun öz qüsurudur. O deməli namazı düzgün qılmır. Sən düzgün namaz qılanlara bax, düzgün əməl edənlərə bax. Ona görə də onlara fikir vermə. Onlardan uzaq dur. Sən çalış, xeyir əhlindən oturdur. Daha doğrusu Allah bilir. 597 nömrəli sualda qardaş soruşur ki, qrafik dizayneri işləyir, göz şəkillərini çəkə bilərəmmi deyir. Cizgi film qəhrəmanlara falan filan. Yəni, hər bir halda qardaş, şəkil barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Lə'inəllahul musavvirin. Allah şəkil çəkənlərə lənət etsin. Eləcə də başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Əşəddun nəs ədəbən yevməl qiyamah el-musavvirun. Qiyamət günü əzab çəkənlərin arasında ən şiddətli əzab çəkilən şəkil çəkənlər olacaq. Şəkil çəkmək barəsində belə şiddətli əzablar verib. Sən desən ki, mən şəkil çəkmirəm, o şəkilləri, hazır şəkilləri çəkib paylaşıram, çıxarıb paylaşıram. Sən də o günahda onlara şəriksən. Ona görə uzaq dur. Şəkildən uzaq dur, şəkil çəkməkdən uzaq dur. Çünki insanların Allaha şərik qoşmaqda ən birinci səbəbi Allah şəkil çəkməkləri olub. Birinci şəkil çəkiblər, övliyaların şəkillərini çəkiblər, xeyir əhlinin. Sonra onların şəkilləri qalıb evlərində, ondan sonra gələnlər o şəkillərə baxıb, yəni birinci şəkil çəkənlər onların əməllərini yada salmaq üçün çəkiblər ki, baxsınlar onlar nə xeyir əməllər eləyib yadlarına düşsün, onlar da onu etsinlər. Amma ondan sonra gələnlər unudublar bunlar nə üçün şəkil çəkmişdilərsə, sonra başlayıblar onları ibadət etməyə, onları təzim etməyə. Beləcə şirk başlayıb. Ona görə də uzaq durub bu əməllərdən. Daha doğrusu Allah bilir. 598 nömrəli sualda qardaş soruşur ki,
Qardaş, işdə işləyirəm, mənim vaxtım dardır. Qısa olaraq sual deyirəm. Mənə ən faydalı kitab hansını məsləhət görərdiniz? Birinci qardaş, vaxtın varsa, vaxtın dardır deyirsən, Allahın kitabından başla, onun mənasını oxu. Sonra hədislərə başla. Buxari və Müslim ən səhih kitablardır. Əgər bunlara da vaxtın olmursa, qısa bu hədisləri, namazın qılma qaydasını, dəstəmaz almaq, zəkat vermək, oruc vermək, zat barəsində kitablar olur. Belə bir kitablardan birinin özüm tərcümə elədiyim bir kitab var. Hər bir sıravi müsəlman üçün mühüm dərslər adlı. Məsləhət görəm onu oxu. Orada Quran təfsirindən də var, hədislərdən də var. Eləcə də namazı necə qılmaq lazımdır, orucundan zəkatına kimi hər bir müsəlmanın bilməsi vacib olan mühüm məsələlər qeyd olunub. Məsləhət onu görürəm. Eləcə də İslam fiqhi kitabları var. Onları oxu dini öyrənmək üçün. Beləcə bu kitabları öyrənsən inşallah sənə faydalı olar. Daha doğrusu Allah bilir. 599 nömrəli sualda qardaş soruşur ki, azan verilib, namaz qılınıbsa, biz də yenidən əzan verməliyik. Burada əgər sən gəlmirsən meçidə, namaz qılmaq üçün deyək ki, meçidə gəlmirsən və görürsən ki, meçiddə artıq namaz bitib, sən namaza çatmamısan. Buradan əzan vermək olmaz. Mütləq iqamə verib namaz qılır. Çünki sən meçidə gəlirsən, orada meçiddə əzan verilib, namaz qılınıb, sən çatmamısan, sən iqamə verib namazı qılırsan. Yox, əgər yoldan keçənsən, gəlib düşmüsən namaz üçün. Namaz üçün düşmüsən, cəmaətsizsə əzan verin, iqaməmizi verin, namaz qılın. Teksənsə, yenə də əzan verə bilərsən, vacib deyil, əzan verə bilərsən, iqamə verib qılırsan. Bu, əgər yoldan keçənsənsə, namazın vaxtından çox keçibsə, yəni namaz üçün, cəmaət üçün gəlməmisən namaza. Sadəcə namaz qılmaq üçün düşmüsən meşdə. Bu zaman, bəli, əzan verirsən. Evdəsənsə, meşdə əzanın səsini eşitmisənsə, əzan verməyə ehtiyac yoxdur. Və yaxud evdəsənsə, ev əhli əzan veribsə, sən əzan verməyə daha ehtiyac yoxdur. Amma versən verə daha yaxşıdır. Versən belə icazəlidir. Ehtiyac yoxdur, amma icazəlidir. Heç bir problem yoxdur. Daha doğrusunu Allah bilir. 600 nömrəli sualda qardaş soruşur ki, müsəlman qazancının neçə hissəsini zəkat olaraq ayırmalıdır? Qardaş, zəkatın bir neçə qismi var. Mal qaranının zəkatı var, toxumun zəkatı var, ticarətin zəkatı var, qırqızılının zəkatı var. Ümumi qazancdan söhbət gedirsə, yəqin ticarətdir və yaxud işlədiyin hər hansı bir yerdən gələn maaşdır. Ticarətlə maaşın zəkatı eynidir. Ticarət necə eynidir? Yəni 85 qram qızıldan çıxarılır. Sənin qazancın 85 qram qızıldan yuxarıdırsa, bu da təxmini 8.000-dən yuxarıdır. Deyək ki, 8.000. 8.000 pulun varsa, qazancın varsa və bir il ərzində o 8.000 səndə qalır, xərcləmirsənsə, azalmırsa, yəni 8.000-dən, bir ilin tamamında zəkatını çıxarırsan. Eləcə də ticarətindir. Deyək ki, 10 minlik malın var və o malın bir ildir dövr eləyir. Artır, azalır, amma 8.000-dən aşağı düşmür. Dövr eləyir bir ildir. Bir ilin tamamında hesablayırsa malına qədər, ola bilsin 15.000 olsun, 20.000 olsun, artsın. Nə qədərdirsə 40-a bölüb zəkatını çıxarırsan. Yəni bu Peyğəmbər s.ə.v ayırdığıdır. Neçə hissəsi qazancının, yəni 85 qramın qazancının 85 qram qızıldan yuxarıdırsa, onu 40-a bölürsən, 40-da biri, 2,5%-ni zəkat çıxarırsan. Daha doğrusunu Allah bilir. 601 nömrəli sualda qardaş soruşur ki, bizim ölkədə sələfi alim niyə yoxdur? Yəni, Şeyx Fovzan kimi, Süleyman Ruheyli kimi. Qardaş, bizim ölkəmizdə sələfi alimlər olub vaxtı ikən. İbn Məcər Rahiməhullah Əl-Qazvini Qazvin bölgəsində olub. O da hal-hazırda İranın bölgəsidir. Əvvəl Azərbaycanın əraziləri olub. Azərbaycan torpaqları olub. Eləcə də Şəmkirdən deyəsən səhv etmirəmsə olan alim olub, böyük günahlar haqqında ilk kitabı yazıb, böyük alimlər olub. Amma hal-hazırda bizim ölkəmiz, baxsaq ki, Sovetin altından çıxıb, neçə illər Sovet hökuməti altında yaşayıb və 20-30 ildir
azad olub, 40 ildə azad olub. Bu çox az bir müddətdir. Baxsaq ki, ölkəmiz Sovet İttifaqı altından çıxıb, yaxında çıxıb, az bir müddətdir. Yəni, yaxın bir keçmişdə çıxıb. Ona görə sələfi alimlərinin olması üçün çox bir müddət keçməlidir ki, bizim övladlarımızı Quran üzərində, sünnə üzərində böyütək, onlara Quranı uşaq vaxtından əzbərlətək, sünnəni əzbərlətək. Hətta onlar böyüyəndə artıq 15-16 yaşında çatanda onlar artıq hafiz olsunlar, hədislərdə bilsinlər, sonra getsinlər, elm danıcı öyrənsinlər və gələcəkdə böyük alimlər olsun. Bunun üçün böyük bir vaxt lazımdır. Ona görə də hələ ki, alimlərin olması tezdir, normaldır, yəni olmaması və gələcəkdə inşallah Allahın izni ilə Allah da istəyir ki, Allah bizim ümmətdən, bizim nəslimizdən xeyirli, ümmətə fayda verən alimlər çıxarsın. Allah Subhanahu taala bizim yaşayan alimlərimizdə, elm tələbələrimizi də qorusun. Daha doğrusunu Allah bilir. 602 nömrəli sualda qardaş soruşur ki, haram və halal məhsullar satılan dükanda alış-veriş etmək olar, sərxoş edici içkilər satırlar və yaxud haram məhsullar satırlar. Bəli, alış-veriş etmək olar, burada heç bir problem yoxdur. Yəni, oradakı haram məhsulların sənə aidiyyəti yoxdur, sən halallardan alırsan. Necə ki, Peyğəmbər s.ə.v kafirlərlə ticarət edirdi. Amma ibadət əhli varsa, haramdan uzaq olan, yalnız halal satan varsa, ondan alış-veriş etməyin daha xeyirlidir. Ona həm dəstək olmuş olarsan, həm sənin malı, xeyri ibadət əhlinə, Allahın həddlərini qoruyan şəxsə vermiş olarsan. Ona yardım etmiş olarsan. Amma icazə baxımından o birisində də heç bir yəni qadağa yoxdur. İcazəlidir. Amma yaxşı olar ki, halal satandan alış-veriş eləyəsən. Daha doğrusunu Allah bilir. 603 nömrəli sualda qardaş soruşur ki, dəstəmazsız zikr etmək olar. Bəzən yolda gedən vaxtı özünü haramdan qorumaq üçün dəstəmazsız oluram, zikr edə bilərəmmi? Bəli, edə bilərsiniz. İnsan daim gərək dəstəmazlı oldu, olmadı. Dilin Allahın zikri ilə yaş saxlasın gərək. Daim Allahı çoxlu zikr etsin. Allah Quran-ı Kərimdə buyurur ki, Allahı çoxlu zikr edin. Hər bir anında insan, hər bir anda Allahı çoxlu zikr etməlidir. Allahın zikri dilindən düşməməlidir. Daha doğrusunu Allah bilir. 604 nömrəli sualda qardaş soruşur ki, haram və halal məhsullar satılan dükanlardakı satıcılara dua etmək olarmı ki? Yəni, Allah sizin işinizi aman eləsin və yaxud Allah sizə bərəkət versin. Daha yaxşı olar ki, onlara Allah sizə hidayət versin, Allah sizə xeyrə yönəltsin, belə dualar olunsun. Yəni, Allah sizin işinizi aman eləsin, çünki haramla da məşğul olurlar, belə dualar etməsə daha yaxşıdır. Allah sizi xeyrə müvəffəq eləsin, Allah sizə hidayət versin, doğru yolu yönəltsin, xeyir işlərə yönəltsin. Belə dualar etsiniz, daha yaxşı olar, daha uyğun olar. Daha doğrusunu Allah bilir. Qardaş sol olaraq dua da edib, Allah qardaşlarım razı olsun. Keçən dəfə də gözəl dualar etmişdi. Duanın gözəl olduğuna görə bu duanı istəyirəm sizlər üçün oxuyum. Qardaş duasında buyurur ki, son olaraq həm şükür və tərif olsun aləmlərin Rəbbinə ki, bizlərə bilmədiyimiz fiqh və şəriət məsələlərində xeyir yolları göstərən haqq yardımçıları olaraq sizləri bu əmələ vəsilə edərək doğru elm və hikmət ehsan buyurmuşdur. Mərhəbətli Rəbbimiz salih əməllərimizi davamlı və xeyirli etsin. Uca Allah bütün ümməti haqq, tövhidə sarılan, ibadətlərində ixlaslı və təqvalı olaraq öyüd nəsihət qəbul edib, fayda verən müxlis bəndələrinə etsin. Əzəmətli Allah bu ümmətin mübarək kəlamında ən möhkəm dəstək və qırılmayan ip adlandırdığı müqəddəs Quran və şanlı İslamla batil əməllər və bidət istiqamətlər qarşısında həmişə müzəffər, alnıaçıq və qalib etsin. İzzətli Rəbbimiz bəla və müsibətlərdən, kafir qövmlərin işğalından və zülmündən əziyyət çəkən bütün müsəlman bacı və qardaşlarımızı, eləcə də Fələstin xalqını tez zamanda fəraha qovuşdurub, lütfünü yetirərək salamatlıq və əminamanlıq ehsan buyursun. Rəbbimiz yaralılara və xəstələrə şəfa bəxş etsin. Uca Allah məzlumların və miskinlərin duasını rəhməti ilə qəbul etsin və işinizdə sizin üçün axirət faydaları hazırlasın.
Uca Allah bizlərə dünya imtahanlarında yardım etsin və axirət günündə hesabımızı asanlaşdırsın. Kəlmə-i şəhadətlə əməl edib müsəlman olaraq əxlaqi tərzdə yaşamağı və rəhmətinə siddiqlərlə birgə həşr olunmağı inayət buyursun. Qüdrətli Rəbbimizin pak salamı, sonsuz mərhəməti və geniş lütfi hidayətə tabi olan əməl salih bəndələrin üzərində olsun. Əmin, əmin, əmin. Allah razı olsun qardaşlar. Allah hamımıza bərəkət versin. Bununla tamamlayaq. Allah Subhanahu taala bizi hər bir xeyrə müvəffəq etsin və eşitib faydalanıcı etsin. Subhanakallahumma və bihamdik və əşhədu en la ilahe illə ent və estəğfiruke və etûbü ileyk.